Birinci fəsil. Cin müqəddəs kitablarda. Quranın məhhumlara bölünməsi. Əmir əl-Möminin əleyhissalam buyurur. Allah Teala bəndələrinə olan geniş rəhmətinə və lütfüne xatir öz kitabını iki qismə bölmüşdür. Bu geniş ilahi rəhmət Allah Teala'nın öz bəndələrinə olan sonsuz mehribanlığından və lütfündən irəli gəlir. Bu iki qism nədir? Buyurur. Quranın bir qismini avamlar, ümumi hər təbəqədən olan insanlar başa düşür. Xaslar isə xüsusi elmə malik olan insanlardır ki, Quranın dərinliklərini daha yaxşı dərk edirlər. Məsələn, bir nəfər ərəb dilini bilməsə belə ona qısa bir tərcümə və ya xülasə izah verilsə, ayəni başa düşər. Məsələn, La təkulu riba, yəni riba faiz yeməyin Ali İmran 130. Bu elə də çətin başa düşülən ayə deyil. Yaxud buyurur. Ləyəxtub bəzukum bəzən, yəni bir-birinizin qeybətini etməyin. Əhzab 12. La təcəssəsu, yəni bir-birinizin işlərini suizən edərək araşdırmayın. Amma hədisdə gəlir ki, Quranın digər bir qismi də var. Quranın bu qismini yalnız lətif hissə və dəqiq təyinə malik olan insanlar başa düşə bilər. Yəni, Quranda elə mətləblər var ki, onları sadəcə lətif, incə hissə malik olan insanlar dərk edə bilərlər. Əlbəttə, belə lətif hissiyyət ibadət və Allaha yaxınlaşmaqla hasil olur. Əlbəttə, fitri istedadı olanlar istisnadır. Bu başqa bir mövzudur. Burada nəzərdə tutduğumuz isə ikinci dərəcəli istedadlardır. Bir adamın yaxşı dərs oxumağa istedadı ola bilər, yaxşı sənətkardır və ya yaxşı yazmaq qabiliyyəti var. Biz bundan danışmırıq. İstedadın xas seçilmiş insanların fövqəladə işlərə və dahiliyə hidayət olunması ilə heç bir əlaqəsi yoxdur. Bu, Allaha yaxınlaşmaqla hasil olan ikinci dərəcəli istedaddır. İmam Sadiq əleyhissalam buyurur, Allahın kitabı 4 təməl üzərində qurulubdur. İbarələr, kəlmələr, işarələr, lətafətlər, incəliklər və həqiqətlər. Əs görəsən bu 4 təməl kimlərə nəsib olur? Buyurulur ki, 4 tayfəyə nəsib olur. İbarələr, yəni kəlmələr avamlar, ümumi insanlar üçündür. Yəni Quranın kəlmələrinə hər kim diqqət etsə, ondan nəsə bir şey başa düşə bilər. Hətta fransız və ya ingilis olsa belə Quranı üzündən oxuyarsa anlayar, amma oxuduğu kəlmədən artıq bir şey dərk edə bilməz. Sonra buyurulur, Quranın işarələri xas insanlar üçündür. Bəzi insanlar Quranın işarələrini anlayırlar. Çünki onların buna bir növ xüsusi istedadları vardır. Quran müəyyən bir mətləbə işarə edəndə onlar bunu dərk edirlər. Məsələn, Mübarək Cümə surəsində buyurulur. وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا قُلْ مَا عِندَ اللَّهِ خَيْرٌ مِنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ. Lakin cümə namazına əhəmiyyət vermirlər. Bir ticarət və əyləncə gördükdə səni ayaq üstə xütbə ya namaz halında buraxıb ona tərəf axışarlar. Allahın dərgahında olan savab əyləncədən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır. Cümə surəsi, ayə 11. Diqqət edin, bu ayənin əvvəlində ticarət sözü, sonra isə əyləncə sözü gəlir. Ayənin axırında isə sözlərin yeri dəyişərək əvvəlcə əyləncə, sonra isə ticarət kəlməsi qeyd olunur. Adi insanlar bu ayəni oxuyanda sözlərin bu cür yer dəyişməsinə o qədər əhəmiyyət verməzlər. Bu ayə həmin dövrdə yaşayan insanların təfəkkür səviyyəsinin aşağı olmasını göstərir. Ayənin əvvəlində buyurulur, bir ticarət və əyləncə gördükdə, yəni ticarətin özünə görə bir yeri var, ancaq ayədən anlaşılır ki, onlar əyləncəni görəndə gedirlər, əsas məqsədləri ticarət deyil. Amma ayənin axırında Peyğəmbəri tərk etməməyin savabını və əzəmətini çatdırmaq istəyərək buyurur. Allahın yanında olan savab, o sizin üstün bildiyiniz əyləncədən daha yaxşıdır. Nəinki əyləncədən, hətta əslində əyləncədən üstün olan ticarətdən də üstündür. Bu məqamı təfsirçi görə bilir. Quranda belə məqamlar olduqca çoxdur. Lətafətlər, incəliklər övliyalar üçündür, incəliklər Allahın dostları üçündür. Allah Teala Quranda öz dostlarına bir sıra lətafətlər, incə mətləblər göstərir ki, bunları övliyalardan başqa heç kəs görə bilməz. Bu incəliklərlə bağlı sizə eşitdiyim bir hadisəni nəql edim.
İsfahan ətrafında alim və alicənab bir seyid var idi, Allahın rəhmətinə qovuşubdur. Bu seyid Allahın övliyalarından və böyük şəxsiyyətlərdən idi. Mən dəfələrlə şahid olmuşam ki, böyük alimlər, o cümlədən Allahın övliyalarından olan mərhum atam. Allah ona rəhmət eləsin, o böyük şəxsiyyəti ziyarət etmək üçün çətin səfər əziyyətlərinə qatlaşaraq yola düşürdü. Mərhum atam ondan çox mətləblər nəql edirdi. O, Əhl-i Beytdən bəhrələr götürmüş çox qəribə insan idi. O, atama belə bir əhvalat danışmışdı. Deyir, mən bir gecə Quran oxuyurdum. Elə ki, mübarək Əraf surəsinin bu ayəsinə çadım. İnnehu yarakum və qabiluhu min haysu la tarawnaum, yəni şübhəsiz o şeytan və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. Əraf ayə 27. Bu əhvalat sizə daha aydın olsun deyə şeytan haqqında sizə xülasə bir izahat verim. Şeytan cin tayfasındandır. Adətən fəsad törədən adama və fəsad törədən cinə şeytan deyirlər. Qurani Kərimdə aydın şəkildə buyurulur. Şeyətinəl insi vəl cin, yəni insan və cin şeytanlarından Ənam ayə 112. Yaxud mübarək Nas surəsində buyurur. Ya Peyğəmbərdir, pənah aparıram insanların Rəbbinə, insanların hökmdarına və mütləq hakiminə, insanların həqiqi məbuduna. Gizlincə vəsvəsə edənin, o irəli geri çəkilənin şərrindən, o şeytanın şərrindən ki, insanların ürəklərinə vəsvəsə salır. İstər cinlərdən olsun, istərsə də insanlardan. Nas surəsi. Quranın buyruğuna əsasən, cinlər də biz insanlar kimi yaradılmış bir məxluqdur. Necə ki, bizim həyatımız, məskənimiz, yeməyimiz, libasımız və sairi digər həyati əhəmiyyət daşıyan məsələlərimiz var, həmçinin cinlərin də özlərinə xas həyat tərzləri var. Onların da insanlar kimi yaxşısı və pisi olur. Qurani Kərim onların öz sözləri ilə nəql edir. Və ennə minnə muslimun və minnəl qasitun, yəni bizdən bir dəstə Allahın əmrinə təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Cin surəsi ayə 14. Həmçinin buyurur: "Və innə minnə salihun və minnə dunə zəlikə." Kunnə tərəqidə də, yəni bizdən bir dəstə əməli salih idi, bir dəstə isə əməli salih deyildi. Biz müxtəlif firqələr halında idik. Əgər insanın Quranla ünsiyyəti olsa və həyata baxışı Quran nəzəri olsa, daha cinlərdən qorxub ehtiyat etməz. Cin qorxulu məxluq deyil. Əksər insanların düşüncəsində olan yanlış cin təsəvvürü silinib aradan getməlidir. Cin məsələsi Qurani Kərimdə kamil və dəqiq surətdə qeyd edilib və tamamilə anlaşılandır. Cinin vücudu Qurani Kərimdən kamil surətdə dərk olunur və Quran ayələrindən tam rahatlıqla cin varlığı barədə məlumat əldə etmək olar. İndi filan kəsin nənəsi deyir ki, bir də gördüm nəfər ayaqları yumru halda dayanıb mənim qarşımda bunu deyir və sonra qəşş edib yıxılır yerə. Bunlar doğru deyil və heç də belə deyil. Cinlər də Allahın yaratdığı digər məxluqlar kimi bir varlıqdır. Ola bilsin bizim bu aləmdə hələ bilmədiyimiz və haqqında heç bir məlumatımız olmadığı varlıqlar da var. Xülasə, cin Allahın məxluqatından biridir və şeytanın cinsiyyəti də cindir. Bütün bu vücudları sübut olunan və Quranda onlara işarə edilən cinlərin arasında bir cin də var ki, onun adı şeytandır. Cəmaət elə güman edir ki, şeytan ayrı bir varlıqdır. Xeyr, şeytan da cinlərdən idi və həmin cinə fəsad törətdiyinə görə şeytan deyirlər. Quran-ı Kərimdə buyurulur: "Kana minəl cin", yəni cinlərdən cin tayfasına olan iblis şeytan. Kəhf surəsi ayə 50. Cinlər barədə deyilir ki, əgər Allah istəsə onlar bizi görə bilirlər, əgər Allah istəməsə görə bilmirlər. Amma ilahi məsləhət belə olub ki, biz onları görməyək. Əlbəttə, əgər məsləhət olarsa, insan da cini görə bilər. Belə ki, rəvayət edilir ki, məsələn, paltarınızı çıxaranda Bismillah deyin ki, şeytan sizə tamah salmasın. Şeytanın tamahı o demək deyil ki, insanı götürüb aparar, yaxud o adamı çimdikləmək lazımdır. Xeyr. Şeytan insana pis təsir göstərir, bir vaxt görərsən ki, insanın qəlbi ölür, solur, ibadətə tövfiqi müvəffəqiyyəti azalır. Bəli, bunlar bizim ağlımızdan xaricdir. Belə şeylərə işarə edən bəzi rəvayətlərin sonunda buyurulur: "Fəəfümaman", yəni sizə əmr olunanı yerinə yetirin. Daha araşdırmayın ki, məsələn, cin nədir, şeytan nədir və s. belə etməyin. Bismillah de və daha bundan artığı ilə işin olmasın. Çox vaxt bizim bəzi solğunluğumuz və ruh düşkünlüyümüzün səbəbi bəzi ilahi sünnətləri və zikirləri tərk etməyimizdən olur.
Siz ne bilirsiniz? Her halda Kur'an buyurur ki, şeytan, onun qəbiləsi və cinlər sizi görürlər, amma siz onları görə bilmirsiniz. Bəzən olur ki, şeytan öz qəbiləsi ilə birlikdə durub sizə tamaşa edirlər, amma siz onları görmürsünüz. O adını çəkdiyim Allahın övliyası buyurur. Mən bu ayəni oxuyanda fikrə getdim və öz-özümə dedim. Bu ayədə mənim bilmədiyim başqa bir şeyə işarə edilir. Sanki Allahın bu dostu ya hal dili ilə, ya qal yəni söz dili ilə Allahdan bu ayənin başqa mənasını ona göstərməsini istəyirdi. Ayənin zahiri mənası belədir. Cin, şeytan və onun dəstəsi sizi sizin onları görmədiyiniz yerdən görürlər. Buyurur, elə bu vaxt ayrı bir aləmə daxil oldum və şeytanı gördüm. Əlbəttə bilməliyik ki, bu cür işlər Allah övliyaları üçün qeyri-adi bir şey deyil, həm də başa düşürlər. Allah Teala istədiyi mənzərəni onların gözləri önündə hazır edir. Gördüm ki, şeytan məndən bir qədər aralı tərəfdə oturub və mənə baxıb dedi. Seyid, qalx yaxın gəl, səninlə biraz bəhs edək. Düşündüm ki, əgər mən onun sözü ilə qalxıb onun yanına getsəm, mənim bu getməyim ona itaat hesab olunacaq. Bunu başa düşdüyüm üçün şad oldum. Xeyr, gəlmirəm və sənə itaat etmirəm. Çox gözəl. Onda mən sənin yanına gələrəm. Dedim təəccüblüdür. Sən öz təkəbbürünlə behişdən qovuldun. Amma indi deyirsən ki, mən gələrəm. Şeytan gəlib mənim yanımda oturdu və biz onunla çox çətin və mürəkkəb elmi bir bəhs etdik. Elmi mübahisələr mənim üçün çətin deyil. Şeytanın xeyli elmi var. Bunu bilin ki, şeytan çox uzun illər mələklərlə bir yerdə olub və mələklər şeytanı uca aləmə apararaq ona öz sıralarında yer vermişdilər. Deyim ki, hər kəsi boş yerə, yüksəkliklərə, yəni mələklər aləminə aparmırlar. Bu çox mühüm nöqtədir. Amma buna baxmayaraq şeytan təkəbbürlük etdiyinə görə o uca aləmdən qovuldu. Bunlar bizim üçün bir ibrətdir. Əmir-əl-Möminin əleyhissalam buyurur, Allah Teala bir cini təkəbbürünə görə behişdən qovmuşdur. Muğayət olun ki, təkəbbürlü olmayasınız. Allah heç kəsdə lazımsız hesab aparmır. Xülasə deyir ki, bizim aramızda çətin bir elmi bəhs oldu, şeytan böyük işgallar, iradlar irəli sürdü, mən də lazım olan cavabları verirdim. O hətta mənim verdiyim cavablara da irad tuturdu, mən yenə də cavab verirdim. Rabbani alim bəlkə bir neçə dəfə dərindən ah çəkdi ki, kaş bu bəhsləri bir yerə yazardım. Əgər bunları yazıya alsaydım, çox güclü irfani, kəlami bir risalə olardı. Yazmadığına görə çox narahat idi və deyirdi. Heyf ki yadımda qalmayıb, yoxsa yazardım. Və bunu neçə dəfə təkrar etdi. Heyf ki yazmamışam. Deyir bəhsimiz tamamlandı və şeytan məğlub oldu. Mən ona dedim, sən dünyada şeytan adıyla ad çıxartmısan, amma indi görürsən ki, biz səni məğlub etdik. Gördüm şeytan güldü və dedi. Ağa Seyid, istədim ki, sənin ömründən bir saat hədər edim. Bunu dedi və yox oldu. Gördüm nə şeytan var, nə də başqa bir şey. Səhnə gözümdən itdi, bu ayənin lətafətli inceliyi, mənası mənə aydın oldu və mən ayənin nə demək istədiyini dərk etdim. Ayədə buyurulur. Cin, şeytan və onun dəstəsi sizi, sizin onları görmədiyiniz yerdən görürlər. Burada incə bir nöqtə var. Məlumdur ki, şeytan hər kəsi bir yolla ovlayır. Hər kəsin sorağına elə bir yolla gəlir ki, əsla zehinə belə gələ bilməz. Məsələn, birini qadınlar vasitəsilə, digərini pul vasitəsilə, o birini uşaqları vasitəsilə ələ alır. Qəribədir, hər kəsin sorağına onun güman etmədiyi bir yolla gəlir. Baxmayaraq ki, Quranın bəyanında əsasən şeytanın hiləsi zəifdir, Nisa surəsi ayə 76. Siz yenə də şeytanın şərindən və fiiləsindən Allaha pənah aparın. Bilin ki, o zəif olsa belə rəhimsiz bir düşməndir. Əqrəb kimidir, zəifdir, amma insanı sansa öldürər. Əl-həqaiqu lil-ənbiya, yəni həqiqətlər peyğəmbərlər üçündür. Mətləbin məğzi və mənası mayası həqiqəti peyğəmbərlərə nəsib olur.